Salam, hər vaxtınız xeyir. Qələbə günü münasibətilə bütün həmvətənlərimizi təbrik edirəm. Sözsüz ki, biz Azərbaycanlıların böyük vətən müharibəsinin qələbə ilə bitməsində töhfəsi az olmayıb. Belə ki, yaradıcı insanlarımız, bədii yaradıcılıqla məşğul olan alim və yazıçılarımız, elm adamlarımız, rejissorlarımız, rəssamlarımız hər zaman bu qələbəni yüksək qiymətləndiriblər. Əziz tamaşaçılar, bu günlərdə Azərbaycanın qədim şəhəri Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Salnamə Kinostudiyasının təqdim etdiyi iki film, Unudulmuş Partizan və Səhra Gülü filmlərinin təqdimat mərasimi oldu. Hazırda hər iki filmin rejissoru Tahir Əliyev qonağımızdır. Tahir müəllim, xoş gəlmisiniz. Öncə hər iki filmi təqdimatı münasibətilə sizi təbrik edirəm. Düşünürəm ki, 9 may ərəfəsində, 9 may günündə bax belə filmlərin nümayişi gənclərin vətənpərvərlik hissinin aşılanmasında çox böyük rol oynayır. İstəyirəm ki, hər iki film haqqında ilə söhbətimizə başlayaq. Təşəkkür edirəm. Əsas o mənim üçün əsas o deyil ki, yəni kiminsə vətənpərvərliyinə müsbət təsir eləsin. Mənim üçün əsas unudulmuş məsələlər və siz tam əminliklə deyirəm ki, Sovet hökuməti dağılandan sonra bizim müstəqillik dönəmimizdə bir balaca məsələlərdə biraz soyuqluq yarandı. Böyük vətən müharibəsinə, 2-ci Dünya müharibəsinə münasibətdə bir balaca soyuqluq yarandı. Ancaq təbii ki, hökumət tərəfindən bu veteranlara belə qayğı, münasibət yaxşıdır və olub və olacaqdır da. Ancaq Böyük Vətən müharibəsi tarixinə biraz baxış biraz zəifləmişdi. Kiçik yaşlarımdan belə deyək, keçmiş hərbiçi ailəsində böyüdüyümə görə buna daha çox meyilli idim bu mövzulara və təsadüfü deyil ki, son 5 ildə çəkdiyim 10 filmdən 8-i Böyük Vətən müharibəsinə aiddir. Böyük Vətən müharibəsi təkcə belə deyək ki, maştabına görə o birisi dünya ümumən lokal, kiçik və yaxud böyük müharibələrdən, 1-ci Dünya müharibəsindən əhatəsinə görə seçilmirdi. Həm də bu müharibənin içərisində çox doğrudan böyük bir zəngin bir tarix yatır. Bundan sonra da minlərlə film çəkilsə də belə, Böyük Vətən müharibəsinin, belə deyək, 2-ci Dünya müharibəsinin tarixi hələ də qapalı qalacaqdır. Mənim üzərimə rejissor kimi bir öhdəlik düşür ki, imkanım qədər, bacardığım qədər Böyük Vətən müharibəsinin də Azərbaycan izlərini öz kameram vasitəsilə, öz filmin vasitəsilə ekranlara çıxardım. Bundan kimsə hansı nəticəni götürəcəksə, kimsə vətənpərvərlik aşılanacaqdır bu filmdən sonra, kimsə bəlkə də bir elmi iş tapacaq, məsələn, mövzu kimi, kimsə sadəcə olaraq bir sənət əsəri kimi baxacaqdır və bu cür tamaşaçının öz ixtiyarıdır. Tahir müəllim, birinci filmin adı Unudulmuş Partizan adlanır. Necə oldu ki, Unudulmuş Partizanı siz yada saldınız? Bu təsadüf nəticəsində oldu. Mən deyim ki, əvvəlcədən düşünmüşdüm, o biraz yalan olur. Mehdi Hüseynzadə haqqında 2008-ci ildə film çəkildi, sənətli film. Çox qəribə bir şey yaranmışdı və Mehdi Hüseynzadənin mən bütün o zəhfə yoldaşlarını çox axtardım, ancaq tapa bilmədim. Biz Avropanın bir neçə ölkəsində olduq. İtaliya, Sloveniya, Avstriya, Macaristan bu ölkələrdə biz çəkilişləri apardığımız zaman Mehdi Hüseynzadənin Avropadakı silahdaşlarını tapa bildik. Və mən təbii ki, bu filmi çəkəndə və bilirdim ki, İvan Ruski ləqəbli Mirdamət Seyidov olub və ancaq onun yaşayıb-yaşamamağını biraz tərəddüd edirdik, bilmirdik. Yəni, informasiya yox idi. Biz artıq filmi tamamlamaq üzrə idik, 2008-ci ildə söhbət edirəm. Təsadüf nəticəsində televiziyaların birində bir sujet getdi, Göygöl rayonu haqqında bir sujet gedirdi və aparıcı təsadüfən o da Göygöl rayonunun çəkilişində deyiblər ki, burada Mirdamət Seyidov. Mən efirə baxdım ki, Mirdamət Seyidov sağdır. Və mən təbii ki, təcili olaraq əlaqə saxladım və Göygöl rayonuna gəldim və onunla geniş bir müsahibə götürdüm. Sizə bir maraqlı bir şey də deyim. Operator Eşən Sənoğlu ilə bu filmin, biz yalnız
sadəcə qısa bir müsahibədən yana gəlmişdi. Mehdi Hüseynzadə haqqında qısa nəzərdə tutmuşduq ki, 5 dəqiqə danışsa bəs edər. Özümüzlə 2 ədəd hərəsi 2 saatlıq olan bir kaset götürmüşdük. Kaseti kameraya yerləşdirdik və motor işarəsini vurandan sonra bu Mirdamət Seyidovda doğrudan da böyük bir tarixin yatdığını hiss elədik. Mən də sonra qeyd eləyəcəm, nəyə görə belə idi. Operator mənə işarə elədi ki, tamam, 1 saat 58 dəqiqəsi getdi. Biz ikinci kaseti qoyduq, oldu 4 saat. Gördük, hələ Mirdamət Seyidov hələ müharibənin 43-cü ilindədir. 41, 42, 43. Qarşıda 2 il var. Və onun tarixinin, həyatının müharibədə ən zəngin, yəni tarixə yazılacaq bir illəri 44-45-ci illərdir. Kəndin ortasında kaset biz hardan tapaq, ancaq hayıfdır, bu informasiya gedir. Bizi Gəncədən, avtovağzaldan taksi ilə gətirmiş adamın nömrəsi məndə idi. Mən ona zəng vurmuşam ki, bilmirəm, Gəncədən neyinirsiniz elə, 2 ədəd kaset al gətir. Bu da kiçik bir, hərəsi 1 saatdan olan kaset aldı gətirdi. Və biz həmin o 3-cü kaseti, 4-cü kaseti yekunlaşır, bələ yenə 44-cü ildədir. Biz yenidən zəng eləmişik, artıq bir də baxdıq ki, əsəbləşibdir, əlində 10 dənə kaset alıb gətiribdi. İnandırım ki, sizi 8 kaset və nəzərsə 10 saata yaxın biz ondan müsahibə aldıq. Nə böyük, zəngin həyat tərzi. Təbii ki, Mirdamət Seyidov bir mənalı qarşılanmır. İnsanların heç biri, hətta belə bizim inandığımız çox möhtəşəm insanlar həyatda heç kim, yəni bir mənalı qarşılanmır. Mirdamət Seyidovun da həyatı bir mənalı qarşılanmır. Və biz onu həmin yay vaxtları idi, çox geniş çəkdik və təxminən üstündən 2 il keçəndən sonra, bəlkə də zənnim anladı, 1 il keçəndən sonra qış vaxtları idi. Mən dostum İlham Tumasa dedim ki, Elşən, gəlin gedək və icraçı prodüser İlqar Mənsimzadə gedəyin Göycün rayonuna Mirdamət müəllimi bir daha görək. Və gördük, orada da çox böyük bir, siz filmdə baxanda hiss elərdiniz, çox böyük bir, belə deyək ki, maştabda filmin çəkişlərini davam elədik. Və yalnız üstündən 5 il keçəndən sonra, yəni 2012-ci ildə filmin montajına başladıq. Və çox təəssüflər olsun ki, bir il bundan öncə avqust ayında Mirdamət Seyidov dünyasını dəyişdi. Tahir müəllim, təqdimat mərasimində şəhər ziyalıları, veteranlar, tələbələr iştirak edirlərdi, çox yüksək səviyyədə və mən özüm də iştirakçı kimi qeyd edim ki, həddindən artıq təqdimat mərasimi maraqla qarşılandı. Hətta mən filmdə arxiv kadrlarda gördüm. Necə oldu ki, bu arxiv kadrları, yəni Mirdamət Seyidovla bağlı arxiv kadrları əldə etdiniz? Bu da təsadüf nəticəsində oldu. Təxminən 3 il bundan öncə Moskvada Krasnogorsk arxivində, Dövlət Kino foto arxivində tamam başqa bir filmin materiallarını əldə eləməkdən yana getmişdim ora. Mənə Hollandiyada Azərbaycanlıların Hollandiya müqavimət hərəkatındakı fəaliyyəti ilə bağlı kadrlar lazımdır. Görün, var yoxsa yox. Müəyyən kadrlar nəsə bir tapdım. O da qismət. Yəni, Mirdamət Seyidovun da bir qisməti idi. Mən suverenli deyiləm belə şey, ancaq onun qisməti idi. Bir də baxdım, eyni, həmin papaq, həmin palto, hansı ki mən onu çəkmişəm, siz filmdə gördünüzsə, filmin əvvəlində və başlanğıcında və Mirdamət Seyidovun kadrları. Və mən təcili oranın rəhbərinə əlaqə saxladım və xahiş elədim ki, Mirdamət Seyidova, hətta maraqlıdır ki, oradakılardan bir nəfər onu tanıdı. Deməli, mən onları, yenə deyirəm, təsadüf nəticəsində Krasnogorsk arxivindən götürüb əldə elədim və gətirdim və mənim filmin, belə deyək ki, filmin əvvəlində verdiyimizə baxmayaraq, yerləşdirimizə baxmayaraq o kadrları, ancaq filmin kulminasiya nöqtəsi idi. Ən yaxşı yerlərindən biridir ki, biz təxminən 40 il bundan qabaq çəkilən, 70-72-ci, 73-cü illərdə çəkilən bir neçə materialı əldə eləyə bildik.
Əziz tamaşaçılar, nəzərinizə çatdırım ki, Böyük Vətən müharibəsi illərində şücaətlə vuruşan partizan Mirdamət Seyidova həsr olunan Unudulmuş Partizan filmini siz bir neçə dəqiqədən sonra tam versiyada izləyəcəksiniz. Amma mən istəyirəm ki, Tahir müəllim, siz Səhra Gülü haqda məlumat verəsiniz. Bir şey deyim sizə, həm birinci film Unudulmuş Qəhrəman, həm Səhra Gülü, bu filmlərdə siz baxdığınız zaman hiss elədiniz ki, burada tankdan, topdan, tüfəngdən əsər əlaməti yoxdur. Ancaq insan tarihi. İnsan tarihi. Mənim çəkdiyim 8 sənədli film, yəni məhz Böyük Vətən müharibəsindən əsər olmuş 8, heç birində döyüş yoxdur. Müharibə təkcə tankdan, topdan, bombadan ibarət deyil axı. Və Böyük Vətən müharibəsinin doğrudan böyük zənginliyi ondaydı ki, burada həm insan talihi var idi, həm siyasi mübarizə var idi, həm həyatını dəyişən insanlar var idi. Bax, təsəvvürünüzə aparın. Bax, Mirdamət Seyidov filmində Mirdamət müəllim 45-ci ildən ölənə kimi silahını qoymadı yeri, siz fikir verirsiniizsə. Həm fiziki, həm mənəvi tərəfdən silahını yerə qoymadı. Çünki bilirsiniz, Mirdamət Seyidovun mən qəhrəmanım olduğuna görə demirəm, yəni bunun müdafiəsinə görə qalxmıram, mənim onda işim yox, sadəcə olaraq insanın, Ruslan bir söz var, abidni deyilən bir şey var, insan üçün doğrudan da həyatda, cəmiyyətdə işini görürsən və onu qarşılığında nəsə, söhbət maddi tərəfdən qazancdan getmir, mənəvi tərəfdən, bəzən təşkilati tərəfdən, yəni qazancını hiss eləməyəndə insan artıq döyüşən vəziyyətə gəlir. Və Mirdamət Seyidovun müharibəsi 45-ci ildə fiziki bitdi. Fiziki tərəfdən bitdi 45-ci il. 2011-ci ilə kimi o mənəvi müharibə apardı. Bax, biz bunu göstərmək istəmişik və filmin axırında da istəyir deyir ki, nə ömrə acıyır, nə yaşa dünya. Bax, buydu. Doğrudan da həyatın nə ömrə, nə yaşa, heç nəyə acımır. O hər ikinci filmdə, Səhra Gülündə də insan talihi var idi. Kimlərinsə, müharibələr kimlərinsə övladlarını əlindən alır, kimlərinsə həyat yoldaşlarını, kimlərinsə atasını, anasını, kimsə öz ailəsi dağılır orada, nəsli dağılır orada. Ancaq kimlərsə də o müharibədən həyat qurur. Həm də digərlərinə örnək ola biləcək. Yox, təbii ki, o artıq ailə qurandan sonra onların qarşılıqlı münasibətləri necə olubdur, o ikinci plandadır. Yəni artıq o qalır Erika Hampelin həyat yoldaşı Əhəd Əliyevin məğrurluğuna, onun cəsarətinə ki, onu necə həyat yoldaşı kimi bunu artıq cəmiyyətə tanıtdırıbdır və onu belə deyə formalaşdırıbdır. Yəni biz bir tərəfli qarşılayanmarıq, biz elə ancaq Erika Hampelin üzərində durub və Erika Hampelin doğrudan cəsarətli qadın obrazını yaradırıq, ancaq biz Əhəd Əliyevi yaddan satmamalıyıq ki, onun həyat yoldaşı var imiş. Yəni, gözlərini itirmiş bir kəsə vurulmaq və deməli, görün, Əhəd Əliyev də nə qədər məğrur və cəsarətli adam olub ki, və onda artıq Erika Hampelin ona qarşı çox insani münasibəti yaranıbdır. Və bu baxımdan, bu müharibə, mən deyərdim ki, araşdırsaq, baxsaq, ola bilər yüzlərlə belə hadisələr olubdur. Ailə qruplar, yaşıqlar, ancaq mən deyərdim ki, bəlkə də yeganə hadisədir ki, məhz burada bir-birinə fiziki bağlılıq yoxdur. Yəni, sadəcə onun saçı qəşəkdir, gözü qəşəkdir, boyu qəşəkdir. Ya, burada bu fiziki parametrlərdən yox, mənəvi parametrlərdən yeganə hadisədir ki, bunlar bir-birlərinə bağlanıblar. Tahir müəllim, bəs Səhra Gülü filminin qəhrəmanı ilə sizi hansı təsadüf qarşılaşdırdı? Xatırladım ki, Erika Hampel mənim qohumumdur. Əhəd Əliyev mənim atamın əmsi oğludur. Və uşaqlıqdan mən, belə deyək, biz tək qonşu məhəllədə böyümüşük və mən onu tanıyırdım. Sadəcə Erika xanım kimi tanıyırdım. Və təbii ki, rejissor olandan sonra artıq məndə onun haqqında film çəkmək fikrinə düşmüşdüm. Ancaq 2000-ci ildən sonra Erika Hampel tez-tez gedirdi Almaniyada. O həm də Alman vətəndaşıdır. Almaniya gedirdi və çox
qısa müddətli Naxçıvana gəlib gelərdi. 2007-ci ildən sonra artıq bir dəfəlik qalıb burada. Yəni səhhəti ilə əlaqədar olaraq gedir. Biz Naxçıvanda tamam başqa bir filmin yenə çəkilişində idik. Bu hər iki film elə təsadüfi mövzulardır. Bir yas yerində idi, hüzur yerində idi. Bizə xəbər gəldi ki, bəs Erik xanım gəlibdi Naxçıvana 3 günlüyə. 3 günlüyə Naxçıvana gəlibdi. Və biz tez çevik hərəkət edərək Erika Xanpelli tapdı və başladıq bu filmi çəkməyə. Və mən deyərdim ki, uğur gətirdi mənə. Bu film Səhra Gülü uğur gətirdi. Dünyanın 15 ölkəsində göstərdi bu filmi, 15 ölkəsində. Ona yaxın beynəlxalq kino festivala qatıldı və onun hardasa 6-sında mükafata, müxtəlif dərəcəli mükafatlara layiq görüldü. Tahir müəllim, çox sağ olun. Siz təşəkkürümüzü bildirdik. Yaradıcılıq uğurları arzulayırıq. Əziz tamaşaçılar, siz isə bir neçə dəqiqədən sonra Böyük Vətən müharibəsi illərində vuruşan, qəhrəmanlıq göstərən partizan Mirdamət Seyidova həsr olunan unudulmuş partizan filmini izləyə biləcəksiniz.